bütün işləməyənlər bu sığortadan məhrum olacaq. Nə deməkdir bütün işləməyənlər? Ölkənin əmək qabiliyyətli əhalisinin 50-60% daimi işi yoxdur və onlar sahibkar da deyirlər. Yəni tibbi sığorta fonduna kimlər pul köçürə biləcək? Daimi işi olan 1,7 milyon insan demək və təqribən 800 min nəfər də daimi şəxsi işi olan, böyünlə işləyən insanlar. Hamısı bir yerdə 2,5 milyon nəfər. Amma yerdə qalan 2,8 milyon nəfər, hansı ki əmək qabiliyyətlidir və daimi işi yoxdur, o adamlar tibbi sığortadan məhrum ediləcək 2026-cı ildə. Nəyə görə məhrum ediləcəklər onları tibbi sığortadan? Bu yolla dövlət həmin vaxt bu ən yoxsul insanların, daimi işi olmayan insanların hesabına 500 milyon manat dırnaqarası qənaət edəcək. 500 milyon manat nə deməkdir? Azərbaycanda bir yüksək vəzifəli şəxsi silkələsən, o qədər oğurladığı vəsait var. Yəni bircə nəfər, bax bu saat indi nədir, bu siyahılar elan olunur. Bax o siyahıların bircəciyi dövlətə keçirilsə, fərqi yoxdur. Bugün indi Ramiz Mehdiyevlə bağlı, Əli Həsənovla bağlı siyahılar çap olunur. Biraz əvvəl Adnan Əhmədzadənin haqqında siyahılar çap olunurdu. Daha əvvəl Vasif Talıbovla bağlı siyahılar çap olunurdu. Ondan əvvəl nə qədər Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə bağlı hökumətin öz mətbuatı onların mülklərinin siyahılarını çap edib və onların bircəciyinin hamısını demirəm ha, hamısının əgər onların o belə deyək müsadirə olunmalı olan oğurluq əmlakları büdcəyə gəlsə, ümumiyyətlə ölkədə vəziyyət dəyişər.